Üzürlü sayın müəllim. PDF-də bir şey qeyd eləməyi unutmuşdum, onu düzəltdirirdim. Yadımda olan çıxar söyledim, yadımdan çıxmasın. Bax müəllim, ölkələrin inkişaf səviyyəsinə görə bölgüsü zamanı nəzərə alınan əsas amillər nə idi? Deməli, ümumi daxili məhsulun adam başına düşən həcmidir, ümumi həcmidir. Sonra təhsil səviyyəsi, həyat şəraitidir, həyat keyfiyyətidir, təsərrüfatın sahə quruluşudur. Bu xüsusiyyətlər nəzərə alınan əsas amillərdir. Mən soruşdum, siz dediyiniz isə ölkənin iqtisadi inkişaf göstəriciləridir. İqtisadi Bəli. inkişaf Burada göstərir. Asa. iqtisadi sözünü çevirmələr düzdür, qarşıdır. Tamam. İndi inkişaf etmiş ölkələrdən başlayaq. İnkişaf etmiş ölkələr üçün ümumi xüsusiyyətlər hansılardır? Yəni inkişaf etmiş ölkələrdə demək, mən orta uzun müddətli, orta müddətli yüksəkdir, urbanizasiya yüksəkdir. Sonra təsərrüfatın ərazi strukturu çox mərkəzlidir, yəni müxtəlif mərkəzləri var. Sonra burada əhalinin artımı aşağıdır, yəni birinci tipə uyğundur əhalinin artımı. Daxili məhsulun hər nəfərə düşən dəyəri hardasa 20 min, 30 min, 40 min civarındadır. Sonra başqa həyat səviyyəsi yaxşıdır. Orta ömür müddəti yüksəkdir. Təsərrüfat sahəsində maddi istehsal yoxsa qeyri-istehsal üstünlük təşkil edir? Təsərrüfat sahəsində nə mənim? Hansı qeyri-istehsalda üstünlük təşkil edir yoxsa maddi istehsalda? Yəni maddi istehsal Qeyri-istehsal. Təsərrüfatda əsas qeyri-istehsal sahələri üstünlük təşkil edir. Ekoloji vəziyyəti necədir? Ekoloji vəziyyəti yaxşıdır. Sonra burada təsərrüfat əsasən transmilli korporasiyalar, bir də birliklər cəmlənib, orada cəmlənirlər. İnkişaf etmiş ölkələr... Aha, buyurun. Burada mənim bir şey var. Demək, emal edici, sənaye sahəsində emal edici sahədir, emal edici. Əsas, kənd təsərrüfatında da daha çox heyvandarlıq. İntensiv heyvandarlıq. İntensiv heyvandarlıqdır. Orada məsələn çıxmaq olan Yunanistandır, İtaliyadır, Portuqaliyadır, Yaponiyadır. Bu ölkələr çıxmaqla İspaniya çıxmasıdır. Bir də qalanlar intensiv heyvandarlıqdır. İnkişaf etmiş ölkələr hansı qruplara bölünür? Mən demək, səhv eləməmsə 5 qrup. Birinci, böyük yeddilər olan qrupuydu. Sonra böyük yeddilər. Sonra Avropanın, Qərb Avropanın yüksək inkişaf etmiş ölkələridir. Sonra Qərb Avropanın orta səviyyədə inkişaf etmiş ölkələridir. Sonra bu qrupda olan bəzi yeni ölkələr var idi. 2097-ci ildə qoşulanlar. Bir də mənim köçəbə kapitalizm ölkələr. Tamam. Böyük yeddilikləri sayın. Yəni demək, ABŞ, Kanada, Almaniya, Fransa, Yaponiya, Böyük Britaniya. Bir də İtaliya. Bir də İtaliya. Aslında. Bunlar böyük yeddiliklərdir. Köçürmə kapitalistlər hansıdır? Köçürmə kapitalist ölkələrlə elə Avropadan gələn əhalinin hesabına mühacirlərin hesabına. Onların hesabına yaranmış. Məsələn, Avstraliya idi, Yeni Zelandiya idi, Kanada idi, Car idi, İsrail idi. Yəni burada ABŞ da var idi. Əlbəttə ki, ABC da. ABŞ da Qərb Avropadan köçənlərin hesabına formalaşıb, müəllim. Bəli, ABŞ, Kanada. Asıl. Bəs hansıdır? Aha. Bəli. Bu ölkələrdən hansılar Britaniyanın müstəmləkəsi olmayıblar? Mən İsrail idi. İsrail. Elə də İsrail. İsrail. Qrupa yeni əlavə olunanlar hansılardır? Yəni burada 97-ci ildə səfərləmişsə, orada Cənubi Koreya. Bəli, Koreyanın Singapurdu. 2001-ci ildə Kipr. Sonra 2004-cü ildə bir də Avropa İttifaqına üzv oldu. Düzdür. Bir də siz mənə orta inkişaf səviyyəsində malik olan ölkələr dediniz. Hansılar idi? Orta inkişaf səviyyəsi Portuqaliya idi, Yunanistan idi, İspaniya idi, bir də İrlandiya idi. İrlandiya. Bir də İrlandiya. Bəs Avropanın digər inkişaf etmiş ölkələri hansılardır? Bunları da deyin. Mən Avropanın digər inkişaf etmiş ölkələrdə demək Norveç, İsveç, Finlandiya, Danimarka, bunlar. İslandiya, həmçinin İslandiya. Bəli, İslandiyada, bəli. Belçika, Niderland, Lüksemburq. Lüksemburq, bunlar
Avstriya, İsveçrə, İngiltərənin açıqları. bir də cırtdanlar. Onun Vatikan idi, San Marino, Monaco, Andorra. Həsən. Mən Liechtenstein də var, yoxsa Bəli, bəli, Liechtenstein. Onlar yəni cırtdanlarda, amma onlar da inkişaf etmiş ölkələrin xüsusi qrupları. Tamam. Təşəkkürlər. Çox sağ olun. Tamam. Rufanə xanım, Bəli, müəllim. axşamınız xeyir müəllim bir daha. Axşamınız xeyir olsun. Hazırsınız? Bəli, müəllim. Aha. İnkişaf etməkdə olan ölkələr haqqında məlumat verin müəllim. Dili inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən daha çox arasında fərq olur ölkələrin qruplaşmasında. hı. Burada ümumi daxili məhsul adam başına düşən istehsalı az olur, həyat səviyyəsi nisbətən aşağı olur. Amma elə ölkələr var ki, məsələn, hətta inkişaf etmiş ölkələri belə qabaqlaya bilir. Məsələn, neft ixrac ölkələri deyə bilərik. Sonra burada əsas xammal ölkələridir, inkişaf olan ölkələr. Əsas xammal Keçmişdə ölkələri. müstəmləkəli olmalardır. Keçmişdə müstəmləkə olması da. Düzdürmü? Urbanizasiya səviyyəsi necə olur bunlarda? Burada urbanizasiya səviyyəsi Aşağı. yalançı urbanizasiya. Yox. Bir dedik Şərqi Avropa ölkələrində Rusiyanın çıxmaqla yalançı urbanizasiya. Bir də həm aşağıda, bəzilərində də yalançı urbanizasiya səviyyəsindən yüksəkdir. Düzdür? Ekoloji vəziyyət, Zəifdir də. ekoloji vəziyyəti Mənim- kəskin xarakter almışdır. Ətraf mühit çox korlanır. Yaxşı, demoqrafik vəziyyətdə təbii artım ikinci tipi, yoxsa birinci tipi? Təbii artımın ikinci tipidir, amma yenə dedik istisnalar var. Yenə burada məsələn Şərqi Avropa ölkələrində Belarusya falan istisna olmaqla ikinci tipdir. Asıl. Yəni əksəriyyət inkişaf etməkdə olan ölkələrdə təbii artım ikinci tipidir. Bəli. Həyat səviyyəsi Qazaxıstan Kubada həyat da səviyyəsi var. aşağı. Aha. İqtisadiyyatları asılı xarakter daşıyır yoxsa daşımır? Bəli. Aslı xarakter Aha. daşıyır. Təsərrüfat sektorunda hansı sahələr öndə gedir? Təsərrüfat modelində. Kənd təsərrüfatıdır, amma bəzi ölkələrdə hasilər sənayesi də birinci ola bilir. Yəni- Kənd təsərrüfatı da hasilər sənayesi, sonra xidmət sahəsi. Əsas öndə gedir kənd təsərrüfatından hasılat sənayesi. Ya birinci kənd təsərrüfatı, sonra hasilatı, ya da bəzilərində hasilat, sonra kənd təsərrüfatıdır. Yəni xidmət sektoru zəif inkişaf edir, düzdürmü? Bəli, kənd təsərrüfatında da dedik bəzi ölkələrin şəraitini çıxmaqla burada bitkiçilik daha çoxdur. Özdə ekstensiv bitkiçilik. Hansı ölkələrdir ki, onlarda əsasən inkişaf etməkdə olan ölkə olsa da heyvandarlıqdır? Bu ərazisi böyük olan ölkələr deyə bilərik də. Yox, böyük yox. Dağlıq relyef, Yəni- səhra olan. Aqroiqlim şəraiti əkinçiliyə imkan vermir də. Əsasən heyvandarlığa imkan verir. Başa düşdünüz? Mənim bax bir dənə sual verim sizə. Niyə görə inkişaf etməkdə olan ölkələrdə bitkiçilik heyvandarlıqdan çox üstün inkişaf edir? Sizcə səbəb nə ola bilər? Yəqin ki, heyvandarlıq üçün biraz artıq maddi Ayso. Heyvandarlıq sahəsi. Bəli, heyvandarlıq sahəsi yadda saxlayanlar bitkiçiliklə müqayisədə baha başa gəlir. Adi bax özümüzdən götürək də kənd yerlərində mal-qara saxlayırlar. Bir dənə normal heyvanın alınması üçün 2000, ən azı 2000, 3000 və daha yuxarı qiymətdə pul lazımdır. Amma 2-3000 manata misal üçün belə deyək də, hansısa kiçik bir bitkiçilik sahəsini yaratmaq olur. Heyvandarlıq bitkiçiliklə müqayisədə baha başa gəlir. Ona görə inkişaf etmiş ölkələrdə vəsait olduğuna görə bu sahə yüksək səviyyədə inkişaf edir. İnkişaf etməkdə olan ölkələrdə də var heyvandarlıq, amma inkişaf etmiş ölkələr səviyyəsində deyil də, nisbətən aşağı səviyyədə. Bəli. Tamam. İnkişaf etməkdə olan ölkələrin qruplaşmasına baxaq. Yeni sənaye hansı qruplara bölünür? Zəngin təbii ehtiyatlara malik olanlardır, yeni sənaye ölkələridir. Sonra orta mövqedə inkişaf edənlər var, bir də ən aşağı səviyyə. Kasıb ölkələr. Yaxşı, yeni sənaye ölkələrinə hansılara aid? Bura dedik, Cənub-Şərqi Asiya ölkələridir, MDB ölkələridir, Braziliya, Argentinadır, Çin, Hindistan, Pakistan, Türkiyə də İran, əlavə olunur. düzdür. Hətta bu yeni sənaye ölkələrin bəziləri çox yüksək iqtisadi inkişafa malikdirlər. Yəni ümumi daxili məhsul göstəricisi yüksək olsa da adam başına düşən göstəricinə görə inkişaf etməkdə olan ölkələrdir.
Boş. Çini dünya imarətxanası adlandırırlar sırf buna görə, amma əhalisi çox olduğu üçün ümumi daxildən sonra hər nəfəri aşağı gəlir. Dadım başqa Düzdür. istəsə aşağı gəlir. Düzdür. Bəs bu yeni sənaye ölkələrindən hansılardır ki, əsas ölkələr qrupuna daxildir? Argentina, Braziliya, Rusiya, Çin. Yox, 4 dənə əsas ölkə var. Çin, Hindistan, Braziliya, Meksika. Hı. Bunlar əsas ölkələr qrupuna aiddir. Yaxşı. Zəngin təbii resurslara malik olan ölkələr hansılardır? Bunlar da neft ixrac edən ölkələrdir. Səudiyyə Ərəbistan, Kuveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri. Bunların iqtisadiyyatı nəyin hesabına qurulur? Neft Neft sənayesinə görə. Bəs turizmlə gələn gəlir hesabından yüksək inkişaf olmaq üçün. Bu turizmə görə Aha. Hansı ki bu turizm Cənub Qərb. Ha bu Fizidir, Baham adalarıdır, Barbadosdur, Hə. Saint Lucia'dır. Onlar kiçik dövlətlərdir, amma turizmə görə iqtisadiyyatlarını turizm üzərində qurulur. Düzdür? Orta mövqeyə malik olanlar. bu Şimali Afrika ölkələri aiddir. Bura əsasən. Sonra bir də Latın Amerikası da orta mövqe gedir. Latın Amerikasının bəzi əksəriyyət ölkələri, amma hansı ki Braziliyadır, Meksikada, Argentinadır, Çilidir, Uruguay çıxmaqla yerdə qalanları deyirik. Bir də var geri, bir də sonra Nigeriyadır, Qanadır, Monqolistan bu ölkələrdir. Bəzi var, 4-cü dünya ölkələrdə adlandırılır. İnkişaf səviyyəsi çox aşağıdır. Hansılardır onlar? Ən geri qalanlar. Niger, Mali, Somali, Bangladeş, Düzdür. Nepal, Yemen. Mərkəzi Afrika Bu Respublikası. ölkələrdir, düzdür. Deyin görün mənə BRICS ölkələri hansılardır? Braziliya, Rusiya, Cənubi Afrika Respublikası, Çin, bir də Hindistan. Çin, bir də Hindistan. Bax, bu sadaladığımız inkişaf etməkdə olan ölkələrdən hansı ölkələr keçmişdə sosialist olublar? Sosialist olanlar dedik Çindir. Çin sosialist Yox, olub. keçmişdə sosialist olub, bugün sosialist deyirlər. Çin hazırda da sosialist ölkədir. Ha, keçmişdə sosialist Hı olub. -hı. Car. Yox, car yox. Keçmiş sosialist ölkələr bilirsiz hansılardır? Şərqi Avropanın Moğolistanın Monqolistan da keçmişdə sosialist ölkə. Bax, Şərqi Avropa ölkələri, indiki MDB ölkələri. Bunlar hamısı 91-ə qədər sosialist olublar. Sosialist ölkələr olublar. Bax, adi məsələn Şərqi Avropa ölkələri var ha. Estoniya, Latviya, Litva, Belarus, Rusiya, Ukrayna, Mərkəzi Asiyada Bu BRICS-in içindədir. Ona görə deyirəm. BRICS-ə daxil olanlardan da Rusiyanın yoxdur. o BRICS təşkilatı ayrıdır mənim. Onlar inkişaf etməkdə olan ölkələr arasında yaradılan təşkilatdır, bu birlikdir, bu heç. Mən nə bilirəm, siz BRICS ölkələri içərisində keçmişdə Hə, sosialist BRICS ölkələri içərisində keçmiş sosialist ölkə olan hansı olacaq o zaman? Rusiya. Düzdürmü? Hazırki isə Çindir. BRICS ölkələrindən. Amma mən ümumiyyətlə keçmiş sosialist ölkələrini soruşuram sizdən. Yəni SSR-nin tərkibində olanlardır. SSR-nin tərkibində olanlar. Bundan başqa Şərqi Avropanın digər ölkələri də keçmişdə sosialist olublar. Başa düşdünüz? Məsələn, Polşadır, Estoniya, Latviya, Litva, Belarusiya, sonra Çexiya, Slovakiya, Macarıstan, Sloveniya. Bunlar hamısı keçmişdə sosialist olublar. Başa düşdünüz mənim? Sonradan onlar azad bazar iqtisadi sisteminə keçdilər. Yəni Yugoslaviyanın tərkibində olanlar da. Onlar da hamısı, bəli, YSFR gedirdi da o. Yugoslaviya Sosialist Federativ Respublikalar İttifaqı gedir da, YSFR. Hamısı sosialist idi. Ümumiyyətlə Şərqi, Qərbi Avropa ölkələri vardı. Almaniyadır, Belçikadır, Niderlanddır, nə bilim orada Lüksemburqdur, Avstriya, İsveçrə. Bundan başqa yerdə qalan Şərqi Avropa ölkələri var. Polşasından tutmuş, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Xorvatiya, Bosniya, Hersegovina, nə qədər dövlətlər tanıyırsa Şərqi Avropa. Hamısı keçmişdə sosialist olublar. 91-dən sonra onlar keçdilər kapitalizm sisteminə və SSR ölkələri vardır. O sosializm sistemində olan ölkələrdən 15-i SSR-nin tərkibində idi. Digərləri də sosialist idi, amma başqa müstəqil idilər də, ayrıca idilər. Birlik şəklində deyildilər. Başa düşdünüz mənim? Onu demək istəyirəm. Tamam, təşəkkür Rüfani xanım, çox sağ olun. Sonra Mədnə xanım. Mədnə Kazımova, buradasınız? Axşamınız xeyir, mən Axşamınız buradayım. xeyir. Hazırlıq müəllim. Bəli, mən. Aha, müəllim, BRICS ölkələrinin hansılar sayını yadımdan çıxdı.
Deməli, mənim Braziliya, Rusiya, Hindistan, Çin, Çiqar. Bir də Car. Bunlardan yeganə inkişaf etmiş ölkə hansıdır? Car. Aha. Keçdik dünyanın iqtisadi güclərinə. 15-16-cı əsrdə dünyanın güc mərkəzi hara idi? Deməli, mənim 15-16-cı əsrdə Şərqi Asiya, Çin, Hindistan. Niyə görə ora idi? Çünki mənim belə deyim də, İpək yolunun həmin dövrdə əhəmiyyət kəsb edirdi. Ora təbii ehtiyatları ilə zəngin idi. Avropanın əsas diqqətində həmin ərazi dururdu. Təbii sərvətlərlə zəngin olan Çinlə Hindistan güc mərkəzi idi 15-16-cı əsrdə. Bəs 18-19-cu əsrlərdə vəziyyət necə oldu? Deməli 18-19-cu əsrlərdə belə deyim də Portuqaliya, İspaniya, yəni Qərbi Avropa əsas Qərbi diqqəti Avropa cəlb güc edirdi. mərkəzinə çevrildi. Yenə də 15-16-cı əsrdə də tək mərkəzi idi. Əsas mərkəz Çin, Hindistan idi. 18-19-cu əsrlərdə də yenə də tək mərkəzli idi. Amma mərkəz yerini dəyişdi. Şərqi Asiyadan keçdi hara? Qərbi Avropaya. Asiya regionundan Avropa regionuna keçdi. Bəs 20-ci əsrin əvvəllərində 20-ci əsrdə isə artıq iki mərkəzlik yarandı, ABŞ da buna daxil oldu. ABŞ. ABŞ-ın daxil olmasına səbəb nə idi? Yəni burada belə deyim də, əsas ABŞ-ın artıq iqtisadiyyatı inkişaf etməyə başlayırdı. Həm də ki, Avropadan, yəni burada mütəxəssislər ölkəyə gətirilmişdi, onun hesabına ölkə inkişaf etdi. İqtisadiyyatını köklü surətdə dəyişdi. Elm tutumlu məhsulların istehsalına başladı. Elmi tədqiqat institutları yaratdı, Avropadan alimlər cəlb elədi və neynədi? Bu sahəni inkişaf etdirməyə başladı. Ona görə güc mərkəzi oldu. Oldu iki mərkəzli. 50-ci illərdə nə baş verdi? Burada isə artıq çox mərkəzlik yaranmağa başladı. Çünki Yaponiya daxil oldu artıq yeni siyahıya. Üçüncü güc mərkəzi Yaponiya oldu və çox mərkəzli olmağa başladı. Düzdürmü? Bəli. Dünya emalatxanası adlanan ölkə hara idi yaranmışdı? Çin. Niyə görə o dünya emalatxanası adlandırılır? Demək olar ki, Çində bütün məhsullar istehsal edilir də, yəni ki. Hətta deyirlər ki, yəni iynədən tutmuş təyyarəyə qədər hər şey istehsal edilir orada. Doğrudur, doğrudur. Bəs niyə görə bu günlərin iri şirkətlər Çinə yatırım yapmağa daha çox maraqlıdır? Çünki müəllim, orada ucuz işçi qüvvəsi daha çox olduğuna görə əsas. Həm xammal, həm işçi qüvvəsi ucuz başa gəlir. Ona görə də onlar bu sahəyə daha çox maraqlıdır. Düzdürmü? Bəli. Aha. Bəs müəllim, böyük 20-lik deyilən bir birlik var. Bu nə deməkdir? Necə yaranıb? Necə olub yaranıb? Bu müəllim, deməli, belə deyim də, əvvəl 6-lıq idi, daha sonra 7-lik, daha sonrası 20-lik yarandı. Bunun əsas, belə deyim də, bir neçə ölkələrin birləşməsinə deyim, hansı ölkələrə aiddir? Təbii ki. Kanadadır, qəbdə ABŞ-dır, ondan sonra Braziliyadır, Argentinadır, sonra Car, Avstraliya, Yeni Zelandiya, İndoneziya, ondan sonra deməli Yaponiya, Çin, Hindistan, daha sonra deməli Rusiya, Səudiyyə Ərəbistandır, qəbdə Türkiyə, Avropa Birliyi, daha sonra böyük yetkilərə daxil olan digər Avropa ölkələri, yəni bura aid edilməyə başladı. Asiya. Belə deyək də, Avropanın neçə dənə dövləti 20-likdə ayrıca üzv kimi iştirak edir? Yəni sırf ölkə olaraq deyilsə də müəllim. Bəli. 5 dənə ölkəsi. Hansıdır? Deməli, Böyük Britaniyadır, İtaliya, Fransa, Almaniya. Başqa 5-ci hansıdır? Deməli, bir də Avropa Birliyidir, əməl. Aha, yox. Mən soruşdum ki, müstəqil olaraq tək ayrıca bir üzv kimi 4 ölkədir. Deməli, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya. Bunlar ayrıca hərəsi bir üzv kimi iştirak edir böyük 20-likdə, düzdürmü? Yerdə qalan digər Avropa ölkələri isə Avropa Birliyi adı altında bir dənə üzv kimi iştirak edir. Onların hər biri fərdi üzv deyil, ha. Ümumi birləşərək bir dənə üzv olaraq iştirak edir. Fikrimi çatdıra bildim müəllim? Bəli, müəllim. Aha. Yaxşı. Avropa böyük 20-likləri saydınız. Müəllim, ümumi daxili məhsul nədir, ümumi milli məhsul nədir? Ümumdaxili məhsul dedikdə ölkədə yerli şirkətlə, ölkədə xarici şirkətlərin istehsal etdiyi məhsul və göstərdiyi xidmətlərin pulla dəyəridir. Ümummilli
məhsul dedikdə isə ölkədə yerli ilə xaricdə yerli şirkətlərin cəmi nəzərdə tutulur. Bəli, ölkənin ümumi daxili məhsulunun çox olması, ümumi milli məhsulun çox olması hansı ölkənin iqtisadi inkişafının daha güclü olduğunu göstəricisidir, belə deyək. Məncə ümumi daxili məhsul mənim ən çox. Ümumi daxili məhsulda kimlər iştirak edir? Ölkədə yerli ilə ölkədə xarici. Bəs ümumi milli məhsulda nədir? Hə, ümumi məhsulda ölkədə yerli ilə xaricdəki yerli şirkətlər. Ancaq ölkənin öz şirkətləridir. Bəli. İndi sizcə ümumi milli məhsulda pay yüksək olarsa, bu ölkənin iqtisadi inkişafının yüksək olması olar? Bir var, ölkədə xarici şirkətlər də qazanır. Bir də var ki, ölkənin şirkətləri həm öz ölkəsinə qazanır, həm də gedir xaricdə də qazanır gətirir. Sizcə hansı daha güclü olar? Hə, ümumi milli məhsul mənim. Başa düşdünüz? Görürsünüz, ABC-da, Avropa ümumiyyətlə inkişaf etmiş ölkələrdə ümumi milli məhsulun həcmi milyardlarla dollardan yuxarıdır. Təsəvvür edirsiniz nə qədər gəlir? Hətta ABŞ-da trilyon dollarda keçir ümumi milli məhsul. Bilirsiniz nə qədər gəlir gətirir ölkəyə? Nə qədər dünyada ABŞ-a məxsus şirkətlər var? Hamısı nə edir? Gəliri hara yönəldir? ABŞ-a yönəldir, düzdürmü? Həmçinin Britaniyanın özündə. Və s. Yaxşı müəllim, insan inkişaf indeksi nəyin əsasına hazırlanır? İnsan inkişaf indeksi dedikdə burada insanların orta ömür müddəti, sonra təhsil səviyyəsi, bir də ümumdaxili məhsulun həcminə əsasən. Ümumi daxili məhsulun həcmi. Təhsil səviyyəsi necə çıxarılır? Təhsil səviyyəsi deməli savadlıq 2-yə vurulur, üzərinə təhsil alanlar gəlinir, 3-ə bölünür. Yaxşı, bəs sonda insan inkişaf indeksini necə tapırıq? Deməli, belə deyim də, hər 3 göstərici əldə etdikdən sonra toplanıb 3-ə bölünür. Ondan əvvəldəki deməli G faktiki çıxılır G minimumdan, məxrəcdə isə G maksimum çıxılır G minimumdan. G maksimum, G minimum, G faktiki, bunlar nə demək? Yəni ki, müəllim, belə deyim də, məsələdə yəni faktiki göstərici verilir. Məsələn, tutalım ki, orta ömür müddətini tapmaq istəyirik də. Faktiki yaş verilir, çıxılır 25, məxrəcdə də olur 81 çıxılsın 25. Məsələn, yəni faktiki göstəricidə minimumu çıxırıq, bölürük maksimumla minimumun fərqini. Düzdür? Tamam. Bir dənə də sual verim sizə. Deyin görün mənə, ölkənin iqtisadi inkişafının əsas göstəriciləri hansılardır? Demək, ümumdaxili məhsulun həcmi, ümumdaxili məhsulun adam başına düşən həcmi. Bir də ümumdaxili məhsulun və ümumi milli məhsulun ümumi həcmi, bunların adam başına düşən göstəricisinin həcmi, bir də iqtisadiyyatın müxtəlif sahələri üzrə məhsul istehsalı artım sürəti. Düzdür? Yaxşı, həyat şəraiti nədir, həyat keyfiyyəti nədir? Həyat şəraiti dedikdə burada insanların maddi şəraiti nəzərdə tutulur. Həyat keyfiyyəti dedikdə isə burada ekoloji, iqtisadi, sosial, mədəni amillər nəzərdə tutulurdu ki, o da inkişaf etmiş ölkələrdə belə deyim, daha yaxşı özünü göstərir. İnkişaf etməkdə olan ölkələrdə isə yəni mənfi olaraq özünü göstərir. Zəif olur. Özünü göstərir, zəif olaraq göstərir. Tamam, təşəkkürlər. Çox sağ olun. Sağ olun. Nəhayət xanım. Bəli. Axşamınız xeyir. Salam, axşamınız. Həyat keyfiyyətinə ekoloji, iqtisadi, mədəni və sosial amillər daxildir. Düzdür? Bəli. Bunları deyin zəhmət olmasın. Deməli, əhalinin həyat keyfiyyəti maddi dəyərlərlə yanaşı, həmçinin ekoloji, iqtisadi, mədəni, sosial deməli aspektlərdə nəzərə alınması tələb olunur. Bu bölünür 4 yerə. Birinci ekoloji amillər, iqtisadi, mədəni, bir də sosial amillərdir. Ekoloji amillər nədir? Ekoloji amillər ətraf mühitin vəziyyətidir. Yəni ərazinin belə deyim də regresiya imkanına malik olması demək. İqtisadi amilləri isə işsizlik səviyyəsidir, işçilərin həftə ərzində nə qədər iş saatlarla təmin olunmasıdır, yəni onun azlığı, çoxluğu, sonra ödənişli məzuniyyətlərin müddətidir, bu iqtisadi amilə aiddir. Mədəni amillər isə deməli, adam başına çap olunan nəşrlərin, bir də iş yerindəki şərait, bir də ali təhsilin səviyyəsi. Sosial amillərdə nədir? Deməli, vətəndaşın təhlükəsizliyidir, sonra insan hüquqlarının qorunmasıdır,
sonra tibbi təminatdır və s. Yəni bu da sosial amillər. Bu da sosial amillərə Buna aid. aiddir. Yaxşı. Ölkələr inkişaf səviyyəsinə görə neçə yerə bölünür? Deməli, ölkələr inkişaf səviyyəsinə görə 2 yerə bölünür. İnkişaf etmiş ölkələr, bir də inkişaf etməkdə olan ölkələr. Yaxşı, müəllim, bax, insan inkişaf indeksi 0-1 intervalında hesablanır da, düzdür müəllim? Bəli. Hansı halda çox yüksək olur, hansı halda yüksək, orta və aşağı? Bunlar deyin zəhmət olursa. Ümumiyyətlə, dünya ölkələrində insanın inkişaf indeksinə görə bir-birinə kəskin fərqlənir. Yəni, göstərici dedik 1-ə bərabərdir. Bu nə deməkdir? Deməli, ən yüksək 0,9-dur. 0,8-dən yüksək olduqda çox yüksəkdir. Bu yüksək sayılır, bəli. 0,8 yüksək sayılır, 0,5 ilə 0,7 orta sayılır, 0,5-dən aşağı, yəni 0,3, 0,2, bunlar isə, yəni 0,5-dən aşağı isə aşağı səviyyə sayılır. Zəif alırsın sayılır. Zəif alınır, bəli. Bəli. Yaxşı, insan inkişaf indeksi hansı göstəricilər əsasında hazırlanır? Deməli, insanın nə üçün, deməli, orta ömür müddəti, ümumdaxili məhsul adam başına düşən həcmi, böyüklər arasında savadlılıq göstəricisi ilə təhsil alanların, deməli, nisbəti hesablanır. Və bunun əsasında insanın inkişaf indeksi hesablanır. Siz mənə ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü, inkişaf etmiş ölkələrə aid xüsusiyyətlərdir. İnkişaf etmiş ölkələrin xüsusiyyətləri Bəli, müəllim, inkişaf etmiş ölkələrə aid xüsusiyyətləri istəyirəm sizdən. İnkişaf etmiş ölkələrə aid xüsusiyyətlər nədir? Burada yəni belə deyək, adam başına düşən ümumilli məhsulun o götürülür də deyilsin, bu cür deyil. Adam başına düşən ümumdaxili məhsul. Hər nəfərə düşən, bəli, kəmiyyəti, sonra təsərrüfatın sahibi quruluşudur, sonra hər məhsul növünün hər nəfərə görə istehsalıdır, əhalinin həyat səviyyəsi, həyat keyfiyyəti və s. yəni Gəlin belə deyək də, təsərrüfatın sahə quruluşu inkişaf etmiş ölkələrdə çox mərkəzlidir, yoxsa tək mərkəzlidir? İnkişaf etmiş ölkələrdə, deməli, əlbəttə ki, mən tək mərkəzli olar da, yəni. Hətta. Yox, mənim, çaşdım nəsə. Çox mərkəzlidir, mənim, bax. İnkişaf etmiş ölkələrdə ölkənin bir regionu yüksək inkişaf edir, digər regionlar geri qalır. Bu tək mərkəzlidir. Amma inkişaf etmiş ölkələrin hər tərəfi yüksək səviyyədə inkişaf edir. Məsələn, Azərbaycanın, baxın görün, hansı bölgəsi çox yüksək inkişaf edir? Yəni, ölkənin öz gücünə görə. Abşeron. Məsələn, Bakı. Bəli, Bakı, bəli. Sənaye mərkəzləri burada, ali təhsil mərkəzləri burada, istehsal mərkəzləri çoxudur. Digər bölgələrimiz Bakı səviyyəsi qədər inkişaf edib? Xeyr. Aysa, tək mərkəzlidir, düzdür. Amma gəlin Almaniyanı fikirləşək. Almaniyanın da bir dənə şəhəri güclü inkişaf edib, yoxsa hər tərəfi? Mənim, inkişaf etmiş ölkələrdə regionun hər tərəfi inkişaf edib ki, ölkə inkişaf etmiş ölkə sayılır da. Onu soruşurdum da ki, təsərrüfatın ərazi təşkili çox mərkəzlidir, yoxsa tək mərkəzlidir? Çox mərkəzli. İnkişaf etmiş ölkələrdə çox mərkəzlidir. İnkişaf etməkdə olan ölkələrdə tək mərkəzlidir. Tək mərkəzlidir, yaxşı. Təbii artımın hansı tipidir inkişaf etmiş ölkələrdə? Birinci tipi. Birinci tipidir. Yaxşı, ekoloji vəziyyət necədir? Əlbəttə ki, ekoloji vəziyyət yüksək. Bunu bayaq da saydık ki, yəni ekoloji amillərin, ətraf mühitin vəziyyəti, ərazinin depressiya ehtiyatları yüksəkdir. Urbanizasiya səviyyəsi? Urbanizasiya səviyyəsi yüksək. Bəs hansı yeganə inkişaf etmiş ölkədir ki,
Orada yalançı urbanizasiya hesabına urbanizasiya səviyyəsi 85%-dən yüksəkdir. Deməli, bu hansıdır? Hansı yeganə inkişaf etmiş ölkədir ki, orada yalançı urbanizasiya hesabına 85%-dən çoxdur urbanizasiya səviyyəsi. Rusiya dedik. Rusiya inkişaf eləmiş deyil. Aha. Yox, Rusiya deyil. Hansı inkişaf etmiş Rusiya ölkə? Yeganə bir dənə inkişaf etmiş ölkədir. Orada yalançı urbanizasiya. Ha? Hansıdır Nəhayət xanım? Kim deyər, hansıdır? Müəllimlə üzr istəyirəm. Bağlamalı oldu. Hə, yox, estağfurullah müəllim, narahat olma. Hansı? İçəri girdilər, xəbərləri yoxdur, dəstəyəm. Dedim, yəni, Müəllim, xəbərlər narahatçılıq yoxdur, problem deyil. Hansı yeganə inkişaf etmiş ölkədir ki, yalançı urbanizasiyadır orada? Onu bilmədim mən. Yadımdan çıxdı. Kim deyər? Yenə bir ölçü yoxdur, xay müəllim. Göz qaş atmayın da müəllimlər. Xay müəllim, yenə bir ölçü yoxdur. Mən də canım fikirləş. Görürsünüz, burada iş qururam, iş planlaşdırıram. Burada sizdə o dəqiqə göz qaşlar başda deyil. Müəllim, o ictimailiklər atırlar. Qayda-qanun çaşdırır. Heç mən onlara baxmıram, məlumatını başa düşmürəm. Amma həqiqətən çaşıram. O Yəni, həqiqətən yoxdur. bax, o təəccüb smilikidir, gülüş smilikidir, fikirləşmə smiliki Bəli. atanda birinci yalan. Əslində, Bəli, eşitsiz. buyurun. O region baxımından axı Afrikada Cənubi Afrikada Bəli. inkişaf etmiş. Ona görə fikirləşdim ki, yecar ola bilər. Yox, yox. Oradan İnkişaf etmiş ölkələrdə əgər olsaydı onu cara ən azından verərdi. Məncə yoxdur, yox. Yox, yox. Mən də əvvəl çaşdım. O dedim, bəlkə ola bilər, soruşursa yəqin var, amma yox. Yox, inkişaf etmiş Yəni, inkişaf etmiş ölkədə hər şey yüksək səviyyədə olur da. Bəli. Yəni, orada bütün göstəricilər yüksək olur ki, onu inkişaf etmiş ölkələr sırasına. Adi bir ölkənin ərazisində müharibə gedəndə, qaçqın problemi yarananda artıq ölkə inkişaf etmiş ölkə sırasından, siyasından çıxır. Bir dənə də sual verim sizə. Çox demirəm. 20-cə dənə dövlətdir. Sayın sanızı bitir. Böyük 20-lik. G20 qrupu, Bəli. G20 qrupu hansılardır Nə deməli? bilim, bilmirəm. Bunlar müəllim Çindir, Hindistandır, Aha. Braziliyadır, Argentinadır, orada Meksikadır. Sonra Cənubi Afrika Respublikasından Avstraliyadır, Türkiyə, İndoneziya, Səudiyyə Ərəbistanıdır, Cənubi Koreyadır. Sonra Ursiyyətdir. Türkiyənin dediyi, Ursiyyət. bəli, Rusiya, bir də Rusiya. Başqa? Bitti də müəllim, təxmini elə 20 elədim. Ola bilər, hansısa yadımdan çıxar, amma... ABŞ, Kanadan demədiniz, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya demədiniz. Almaniya, Fransa, İtaliya, Böyük o Britaniya, Yaponiya. dördü Avropada, İngiltərədir, Almaniyadır, Fransadır, İtaliyadır. Hansı? Sonra Amerika Birləşmiş Ştatlarının dediyi, Kanada, Braziliya, Meksika, Yaponiya, bir də Avropa Birliyi Avropa Birliyi. bu ölkələrdir. Tamam, təşəkkür ederim. Avropa Birliyi deməli, bu ölkədə də onu dedim, Britaniya, Almaniya, Fransa, Yox. İtaliya. Yox müəllim. Bax Avropada 4 dənə dövlətdir ki, dediyiniz dövlətlər hər biri ayrıca bir üzv olaraq iştirak edir. Birliklər. Amma Evet. yerdə qalan Avropa dövlətləri hamısı Avropa Birliyi adı altında iştirak edir G20. Bir dənə üzv olaraq iştirak edir. Başa düşdünüz müəllim? Evet. Onlar birləşib bir üzv kimi iştirak edir. Təşəkkür müəllim, çox sağ olun. Sağ olun. Hüsniyə xanım. Axşamınız Bəli. xeyir. Necəsiniz? Xoş gəlmədiniz, çox sağ olun. Sizin ilk dərsinizdir, eləmi? Bəli, mənim. Siz əvvəl hansı qrupda olmuşdunuz? Əvvəl oktyabr qrupunda olurdum. Keçən il idi, yoxsa ondan əvvəlki il idi? Keçən il səfərimizə qoşulmuşdum. Keçən il var idi. Tamam, hazırsınız? Bəli. Başlayaq. Böyük yeddilikləri sayın zəhmət olmasa. Böyük yeddilik Almaniya, Fransa, Britaniya, İtaliya, ABŞ və Kanada. Bir də Bir də Yaponiya. Böyük Britaniya. Yaponiya. Böyük Britaniyanı dediniz. Hı -hı. Aha. Ümumi daxili məhsul nədir müəllim?
Ümumi daxili məhsul müəllim, ölkənin daxilindəki şirkətlər və daxildəki xarici şirkətlər birlikdə ümumi daxili məhsuldur. Ümumi daxili məhsul ölkədəki yerli və xarici şirkətlərin illik gəlirləridir. Qazandığı cəm. Gəlirlərin cəm. Bəs ümumi milli məhsul nədir? Ümumi milli məhsuldakı milli şirkətlər nəzərdə tutulur, həm ölkə daxilində, həm ölkə xaricində. Hansısa. Yaxşı, inkişaf etmiş ölkələrin təsərrüfat modelində, ümumi daxili məhsulun strukturunda hansı sahələrin pay üstünlüyü təşkil edir? Yəni, başa düşmədim sualı. Bax, inkişaf etmiş ölkələr var, inkişaf etməkdə olan ölkələr var. Elə deyək də, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin payı təsərrüfat modelini yaradır. Da, düzdürmü? Bu inkişaf etmiş... Xidmət sahələri inkişaf etmişdə daha çox xidmət. Aysa, xidmət və emal edici sənaye sahələri. Düzdür? Aha, bəs inkişaf etməkdə olan ölkələrdə? Əsasən kənd təsərrüfatıdır. Bir də? Hasilat sənayesidir. Hasilat sənayesidir, əla. Yaxşı, müəllim. Ölkənin iqtisadi inkişafının artması iqtisadi artımla müəyyənləşdirilir də, düzdür? İqtisadi artımı yüksəlirsə, ölkənin inkişaf səviyyəsi də yüksəlir, düzdürmü müəllim? Bəs iqtisadi artımın əsas göstəriciləri hansılardır? O, adam başına düşən ümumi daxili məhsulun həcmi, ümumi daxili və ümumi milli məhsulun artması, bir də iqtisadiyyatın məhsul sürətinin artması. Düz o cümlədə tam başa düşmədim. İqtisadiyyat sahələri üzrə adam başına düşən məhsul istehsalının artım sürəti. Yəni, ölkədə iqtisadiyyatın ayrı-ayrı sahələrində məhsul istehsalı gedir, düzdürmü? Bu məhsul istehsalının adam başına düşən payının artması. Bir var, adam başına ölkə üzrə 10 dənə məhsul istehsal eləyərlər. Bir də var, arta gedə 20 məhsul istehsal eləyərlər. Ayrı-ayrı təsərrüfat yəni, məhsulların sayı. Ölkədə istehsal olan məhsulların adam başına düşən payının artım sürəti. Başa düşdünüz? Təbii ki, bu artdıqca ölkənin iqtisadi inkişafı da artacaq. Düzdür müəllim? Müəllim, həyat şəraiti nədir, həyat keyfiyyəti nədir? Həyat şəraiti insanların maddi təminatıdır, keyfiyyəti isə mənəvi təminatıdır ki, ekolojidir, sosialdır, mədənidir, iqtisadi amillər nəzərdə tutulur. Ekoloji amilləri hansılar daxildir? Ekoloji amillər əsasən bu ətraf mühitin mühafizəsidir, yəni rekreasiya ilə turizmlə bağlı olan amillərdir. İqtisadi amillərə bunun iş fəaliyyətidir, iş rejimidir, iş saatlarıdır, ödənişli müvazinətlərdir, bunlar nəzərdə tutulur. Mədəniyyət, deməli, ölkədə çap olunan nəşriyyatdır, belə deyək, adam başına düşən nəşriyyatdır, təhsil səviyyəsidir. Bir də sosial amillərdəki insanların sağlamlığıdır, tibbi xidmətdir. Vətəndaşların təhlükəsizlikdir, bəli, bunlar nəzərdə. Bunlar. Yaxşı. İnkişaf etməkdə olan ölkələr üçün ümumi xüsusiyyətlərdən hansıları saya bilirsiniz? Etməkdə olan, deməli, ümumi daxili məhsulun adam başına düşən sahənin miqdarının inkişaf etmişlərə nisbətən az olması, lakin burada Cənub-Qərbi Asiya ölkələri, əsasən neft ixrac edən ölkələr istisna, çünki onlar artıq demək olar ki, bəzi inkişaf etmiş ölkələrin sayı daha çoxdur. Sonra əhalinin təbii artımının ikinci tipinin xarakterik olması. Amma istisnalar var. Hansı ölkələrdir ki, orada təbii artım ikinci tip deyil, birinci tip deyil. İnkişaf etməkdə olan ölkə. Şərqi Avropa ölkələridir, Qazaxıstan idi, Kubaydı, bir də Urugvay. Urugvay, Urugvay. Sonra bir də nə idi? Hasilat sənayesinin üstün olması, əhali arasında deməli indeksə gedir. O nəsə savadlıq səviyyəsinin aşağı olması, təhsil səviyyəsinin aşağı olması. Həyat şəraitinin, həyat keyfiyyəti. Təsərrüfatın ərazi quruluşu tək mərkəzlidir yoxsa çox mərkəzlidir? İnkişaf etməkdə olanda təkdir, etmişdə çoxdur. Deyə bilərikmi ki, bütün inkişaf etməkdə olan ölkələrdə təsərrüfatın ərazi quruluşunun tək mərkəzli tipidir? Bütün sözünə görə məncə yox. Çünki elə inkişaf etməkdə olan ölkələr var ki, məsələn, Şərqi Avropa ölkələrini götürün, Rusiyanı götürün, Hindistanı götürün, Çini götürün. Bunlarda çox mərkəzlik var, özünü göstərir. Yəni, ölkənin bir yerdə... Urbanizasiya səviyyəsində nəzərə alınır. Urbanizasiya səviyyəsi... Yanlış urbanizasiya səviyyəsində. Amma Şərqi Avropa ölkələrdir, Rusiyada ki, bunlarda... Rusiyada istisna olmaz. Bəli, istisnalar var. Yaxşı, BRICS ölkələri hansılardır?
Braziliya, Rusiya, Hindistan, Çin və Car. Car. 15-16-cı əsrlərdə dünyanın güc mərkəzi. Çin və Hindistan olmuşdu. Burada Səbəb? da təbii ehtiyatların olmağı ilə əlaqədar olaraq. Yəni tək mərkəzli idi. Bəli. 18-19-cu əsrlərdə necə idi? Tək mərkəzli idi, yoxsa çox mərkəzli idi? Burada Qərbi Avropa yenə tək mərkəzli idi, amma Qərbi Avropadır. Bəs 20-ci Mərkəz dəyişdi. Aha. 20-ci əsrin əvvəllərində artıq ABŞ da buna qoşuldu. 20-ci əsrin sonlarında isə Yaponiya ilə Sonlarında bərabər yox. çox mərkəzli oldu. Sonlarında yox. O 50-ci illərdə Yaponiya qoşuldu, oldu çox mərkəzli. Əsrin əvvəlində necə? Sizdə sonu yazdı bax. 20-ci əsrin əvvəli ABŞ-dır, sonu Yaponiya. Belə verir. Yaponiya 50-ci illərdə qoşuldu mən. 20-ci əsrin əvvəlində yox mənim, o son olmalı idi. O sonu yox. Ortaları olmalı idi. Səhv gedir orada. PDF-də çıxartandırırsınız mı? Bəli. Liderlikdə də elə verir, değil mi? Yox, çünki 50-ci illərdə bax yazır ki 1950-ci illərdə 50-ci ildən başlayaraq Yaponiyanın da iqtisadi gücünün sürətlə artması çox mərkəzli iqtisadi modeli yaratdı. 50-ci Bəli, illərdə. yazıda elədi, amma şəkildə sonu yazıbdı. Yox, 50-ci illər ortaları olmalı idi. Səhv düzəldərəm onu. Çünki 50-ci illərdə fakt deyir də, fakt deyir. 20-ci əsrin 50-ci illərdə. Ortaları deyir də belə. Nəsə, eybi yoxdur, düzəldərəm onu. Tamam. Böyük yeddiliklər hansılar idi? Dedim onu sizə. Bəli. Hə, tamam. Böyük 20-likləri sayın mənim zəhmət olursa. Böyük 20-liklərə böyük yeddiliklər daxildir. Daha sonra Latin Amerikası ölkələrindən Braziliyadır, Argentinadır, Meksikadır, sonra Cardır, Cənub Koreyadır. Gəlir. Avropa Birliyi ölkələri, Avropa İttifaqı ölkələri, Türkiyə, İndoneziya, Cənub-Şərqi Asiya ölkələri. Cənub-Şərqi Asiya ölkələri yox. Yox, dedim də İndoneziya. Hə, Cənub-Şərqi ölkələrdən İndoneziya, hamısı yox. Aha, Səudiyyə Ərəbistanı bunlar artır. Avstraliya, Car. Hə, Avstraliya, Car demişdim Avstraliya. Aha. Yaxşı, eşidirsiniz? Bəli. Siz mənə deyin görüm, inkişaf etməkdə olan ölkələr hansı qruplara bölünür? Etməkdə olan ölkələr. Aha. Deməli, əsas ölkələrə bölünür. Sonra gəlir yeni sənayeləşmiş ölkələri, sonra neft ixrac edən ölkələr. Yeni sənaye ölkələr hansılardır? Cənub-Şərqi Asiya ölkələrində İndoneziyadır, Taylanddır, Malaziyadır, Filippindir, Türkiyədir. Bunlar aid edilir. Bunlar da sonra keçmiş sosial ölkələr var. Buna da deməli biz sosialist, bir də keçmiş sosial. Keçmiş sosialistə Şərqi Avropa ölkələrinin əksəriyyətini, bir də Monqolistanı verir. Sosialist ölkələrdən də ki, indiki hazırki Çindir, Vyetnamdır, Kore Demokratik Respublikasıdır, bir də Laosdur. Bunlar aid edilir. Yaxşı. Deyin görün mənə, yeni sənaye ölkələrindən əsas ölkələr hansılardır? Əsas Hindistandır, Meksikadır, Braziliyadır. Nə edir? Yadda tutayım. Bunlar da mən bilmək olsun. Çin, Hindistan, Braziliya, Meksika. Çin, Hindistan, Braziliya, Meksika. Meksika. Bunlar yeni sənaye ölkələridir. Yeni sənaye ölkələrindən əsas ölkələrdir. Əsas ölkələrdir. Yaxşı mənim. Siz mənə insan inkişaf indeksini deyin. İnsan necə tapılır, yoxsa? Ümumiyyətlə, nəyin əsasında hesablanır? Ümumi daxili məhsul əsasında hesablanır, adam başına düşən. Sonra gəlir orada nə idi? Təhsil səviyyəsinə görə hesablanır.
Zadından çıxdı mən bir dəqiqə. Bir müdaxilə məhsuluydu. Ömür müddəti, orta ömür müddəti. Orta ömür müddəti. Bir də təhsil səviyyəsi görə də Təhsil təhsil səviyyəsi. indeksini görə. Tapılması düsturun mu deyil müəllim zəhmət olmasa? Tapılması C faktiki çıxılsın, C minimal, bölünsün, C maksimum çıxılsın, C minimal. Təşəkkürlər müəllim, çox sağ olun. Aytəkin xanım, Bəli müəllim, axşamınız xeyirli olsun. axşamınız xeyir. Hazırıq. Bəli müəllim. Keçdik müəllim, belə bir sual verəcəm. İnsan deməli, kapitalına sərmayə deyəndə nə başa düşürük müəllim? Yəni insan kapitalına sərmayə onların sağlamlığına, xərclərin qoyulmasıdır. Bundan sonra idmanla məşğul olmasıdır. Təhsilə, Bir sözün insan təhsilidir. bəli, insanların Əsasən inkişaf etmiş ölkələrdə bəli, öz işçi qüvvələrinə qoyulan kapitaldır mənim. bəli, onların keyfiyyətinin Onların- yüksəldilməsinə Bəli, yatırılan vəsaitdir. Bu inkişaf etmiş ölkələrdə daha çoxdur. Düzdürmü? bəli. Yaxşı müəllim. Ümumi daxili məhsul, ümumi milli məhsul deyəndə nə başa düşürük? Yəni ümumi daxili məhsul bir il ərzində həm ölkə daxilində, həm yerli, həm də xarici şirkətlərin istehsal elədiyi son məhsulların dəyəridir. Ümummilli məhsul isə həm yerli, həm də xarici ölkədə olan şirkətlərin Yəni ölkə şirkətlərinin həm öz ölkəsində, həm xaricdə qazandığı gəlirlərdir. Düzdür? son məhsulların ümumi dəyəri. Müəllim, insan inkişaf indeksi hansı göstəricilərdə çox yüksək, orta və aşağı səviyyədə qiymətləndirilir? Yəni 0,8-dən yuxarı olduqda çox yüksəkdir. 0,7 ilə 0,8 arasında olanlar yüksək, 0,5 ilə 0,7 arasında olanlar ortadır, 0,5-dən aşağı olanlar isə aşağı səviyyədə olan ölkələrdir. Əla, aşağı səviyyədə olan ölkələrdir. Dünya emalatxanası adlanan ölkə. Çindir mənim. Çinə bu günlərin xarici kapitalların daha çox yatırılmasının səbəbi. Yəni ucuz işçi qüvvəsi, həm də təbii ehtiyatların zənginliyi. Təbii ehtiyatların zəngin Ona olması. görə müəssisələrin ora belə deyək də kapital qoyan ölkələr çoxdur orada. İqtisadi artımın əsas göstəriciləri hansılardır? İqtisadi artımın əsas göstəriciləri bütün və ümumi payı, sonra adam başına düşən, bir də iqtisadiyyatın digər sahələri üzrə adam başına düşən istehsalın sürəti. Məhsul istehsalın artım sürətidir. Yaxşı. Həyat şəraiti nədir? Həyat keyfiyyəti nədir? Yəni həyat şəraiti deyəndə insanların maddi vəziyyəti nəzərdə tutulur. Həyat keyfiyyəti deyəndə həm maddi, həm də digər, yəni ekoloji, iqtisadi, sosial, mədəni, bax bu amillər nəzərdə tutulur. Ekoloji amillər nədir? Ekoloji amillər ölkənin ekoloji vəziyyəti, rekreasiya ehtiyatları, bax onlardır. İqtisadi amillər deyəndə belə deyək, həftənin iş saatlarıdır, iş saatlarının müddətidir, ondan sonra ödənişli məzuniyyətin müddətidir. Bax bunlar nəzərdə tutulur. Bəs mədəni amillər? Mədəni amillərə də çap olunan belə deyək, nəşrlərin həcmidir, sonra iş yerində şəraitdir, ali təhsilin səviyyəsidir. Sosial amillərə də əsasən insanların hüquqlarının qorunmasıdır. Sonra vətəndaşların təhlükəsizliyi, tibbi təminatlar daxil. Tibbi təminat bunlar daxildir. Yaxşı. Deyin görün mənə deməli inkişaf etmiş ölkələr birləşdirən xüsusiyyətlər. İnkişaf etmiş ölkələr birləşdirən əsas xüsusiyyətlər adam başına düşən üdümün həcmidir, ondan sonra həyat şəraitidir, sonra Həyat keyfiyyətidir.
həyat keyfiyyətidir, sonra Urbanizasiya səviyyəsidir. urbanizasiya səviyyəsidir, iqtisadi səmərəlilikdir, Bunlar necədir? təsərrüfatın Demirsiniz axı, sahə bunlar hansı genişliyidir. inkişaf etmiş ölkələr üçün necədir? Yəni necə dediniz? Bu göstərdiyiniz dedikləriniz bu ifadələr bu inkişaf etmiş ölkələrdə hansı vəziyyətdədir, hansı səviyyədədir demirsiniz axı, fırladırsınız. Yəni inkişaf etmiş ölkələrdə həyat səviyyəsi yüksəkdir, urbanizasiya səviyyəsi Bəli, bax yüksəkdir, bunları istəyirəm orta sizə. ömür müddəti yüksəkdir, Aha. ekoloji vəziyyət yaxşıdır, Təsərrüfatın ərazi quruluşu. ərazi quruluşu çox mərkəzlidir, Aha. Təsərrüfat və maliyyə kimlərin əlindədir orada? transmilli şirkətlərin əlindədir. Transmilli şirkətlərin əlində. Şirkətlər və bölgüçülər. Düzdür. Böyük yeddiliklər hansılardır? ABŞ-dır, Kanadadır, Yaponiyadır, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya. Bunlar dünyanın böyük yeddilik güc dövlətləridir. Yaxşı. Yeni sənaye ölkələr üçün xarakterik xüsusiyyətlər hansılardır? Yəni yeni sənaye ölkələrində əsasən emal edici sənaye sahələri yüksək inkişaf edilir. Aha. Sonra yüksək texnologiyanın idxalı hesabına, sonra ucuz işçi qüvvələrin, ixtisaslı kadrların hesabına da yeni elm tutumlu sahələr inkişaf edilir. Bax, onlara kənardan gələn nədir? Texnologiya müəlliməsi. Bir də yeni vəsait. Bir də vəsait, sərmayə. İdxal olunan sərmayə və yeni texnologiya hesabına Yeni texnologiya, bir də ucuz işçi, ixtisaslı kadrlar. özündə var. Onlar özlərindədir. O kənardan Bəli, sadəcə bəli. nə alır? Texnologiyanı alır, bir də maliyyə vəsaitini kənardan alır. Bəli. Qalanları özündə var. Ona görə də son dövrlərdə inkişaf etməkdə olan ölkələri üstələyir bu xüsusiyyətlərinə görə. Təşəkkür müəllim, çox sağ olun. Sağ olun. Firuzə xanım, Bəli. axşamınız xeyir. Axşamınız xeyir. İnkişaf etməkdə olan ölkələrin xüsusiyyətlərini deyin müəllim. Deməli müəllim, inkişaf etməkdə olan ölkələrdə həyat səviyyəsi aşağıdır. Ümumiyyətlə fərqlər mövcuddur. Yüksək olanlar da var, aşağı olanlar da var. Deməli, ümumdaxili məhsulun adam başına düşən miqdarı çox aşağıdır. Ekoloji vəziyyət yaxşı deyil, yəni aşağıdır. Sonra təkmərkəzlik, təsərrüfatın təkmərkəzlik quruluşu hökm sürür. Sonra Hamısı üçün deyə bilərik onu? Hamısına xeyr, hamısında elə deyil. Aha. Fərqlər mövcuddur, yəni kəskin çox zəif olanlar da var. Ümumdaxili məhsulun həcmi çox olan, məsələn, adam başına düşən miqdarın da çox olan ölkələr var. Hətta bəziləri inkişaf etmiş ölkələri belə keçir. Deməli, təbii artımın ikinci tipi əsasən TCV-dir. Sonra burada əsasən hasilat sənayesi, bir də kənd təsərrüfatı daha yaxşı inkişaf edib. Kənd təsərrüfatından da daha çox bitkiçilikdir, amma bəzi quraq ölkələrdə, dağlıq ölkələrdə əsasən heyvandarlıq inkişaf edibdir. Başqa urbanizasiya səviyyəsi aşağıdır, əsasən yalançı urbanizasiya səciyyəvidir. Amma istisnalar var da təbii ki. Bəli var. Rusiya, Şərq Avropa ölkələri, bunlarda istisnalar var idi. İqtisadiyyatı əsasən asılı xarakter daşıyırdı bəzi ölkələrdə. Başqa... Sənayesində, məsələn, yüngül yeyinti sənayesi də inkişaf etmiş sayılırdı. Əsasən hasar sənayesi də, bir də yüngül və yeyinti sənayesi sahələri. Bəli. İnkişaf etməkdə olan ölkələr hansı qruplara bölünür? İnkişaf etməkdə olanlarda yeni sənaye ölkələri var idi, zəngin təbii resurslara malik olanlar var idi, orta inkişaf etmiş, orta səviyyədə olanlar var idi, bir də çox zəiflər var idi. Yeni sənaye ölkələri hansılardır? Deməli, müəllim, yeni sənaye ölkələrinə əsasən Braziliyadır, Argentinadır, Çin idi, Hindistan, sonra deməli, Latin Amerikasından Çili vardı, Uruguay, Meksika, Türkiyəni aid eləyirdik. Əsas ölkələri amma götürürdük Braziliya, Meksika, Çin, bir də Hindistan. Arzu. Yeni sənaye ölkələri üçün səciyyəvi xüsusiyyətlər hansılardır? Onlar necə belə son dövrlərdə iqtisadiyyatlarına? Deməli,
xarici investisiyanı, bir də texnologiyanı başqa ölkələrdən ithal edirdilər. Özlərində də ucuz işçi qüvvəsi və xam mal çox idi. Asıl. Yaxşı. Elm tutumu sahələri inkişaf elətdirirdilər. Son dövrlərdə elm tutumu sahələri inkişaf elətdirirlər. İqtisadiyyatları təbii resursların hesabına formalaşan ölkələr. Bunlarda əsasən neft ölkələrini əsas aid edirdi. Məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Bəhreyn. Sonra boksidə görə Yamaykanı deyirdik. Sonra turizmin inkişaf etdiyi Baham adaları var idi, Barbados, Lusiya idi. Fijidir. Bir də biri vardı, Fiji adaları, bəli. Bunlardır. Yaxşı. Bəs orta mövqeyə malik ölkələr? Orta mövqeyə malik olan ölkələri müəllim, deməli, əsas bölgə olaraq Latin Amerikası ölkələri deyirdilər. Buradan da ki, elə bil Meksikadır, Braziliya, Argentina, Çili, Uruqvay istisna olmaqla götürürdük. Sonra Afrika, Şimali Afrika ölkələri idi. Bir də ki... Nigeriyadır, Monqolistandır, Qanadır. Bəli, bəli. Bunlardır. Bəs geri qalanlar? Geri qalanlar da digər Afrika ölkələri idi. Deməli, Mali vardı, Çad, Niger, Somalinin özü, Əfqanistan var idi. Yemen, Laos. Bunlar hamısı çox geri qalmış ölkələrdir. Yaxşı. BRICS ölkələri hansılardır? BRICS ölkələri deməli Braziliya, Rusiya, Hindistan, Çin, bir də Cənubi Afrika Respublikası. G20 ölkələri. G20 ölkələrinə müəllim, deməli əsas birinci daxildə G7, buna da aid idi ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya. Sonra oradan gəlirdik Meksika, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Avstraliya, qalxdıq yuxarı, deməli Türkiyə, Rusiya, deməli, oradan Rusiya vardı. Sonra Cənubi Koreya idi. Cənubi Koreya, Singapur. Yox, Singapur, İsrail, İndoneziya. Qarışdırdım. İndoneziya idi. Bir də Avropa Birliyi ölkələri. Bəli. Bir də Avropa Birliyi. Bəli. Bir də Avstraliyanı dediniz? Avstraliya car dedim, bəli, onları dedim. Aha, bunlar böyük 20-liklərdir, G20. 15-16-cı əsrdə güc mərkəzi hara idi? Mənim 15-16-cı əsrdə əsas tək mərkəzli idi Çin, Hindistan idi. Sonra 18-19-cu əsrlərdə bu yeni müstəmləkə ərazilər ələ keçirmişdilər Avropa ölkələri, əsas da İspaniya, Portuqaliya, keçdi elə bil ki, Qərbi Avropaya yenə tək mərkəzli idi. Sonra 20-ci əsrin əvvəllərində ABŞ da inkişaf elədi, artıq iki mərkəzli oldu, həm Qərbi Avropa, həm ABŞ. 1950-ci illərdən Yaponiyanın qoşulmağı ilə də çox mərkəzli oldu, 3 dənə artıq Qərbi Avropa, ABŞ, bir də Yaponiya. Tamam. Təşəkkürlər mənim. Çox sağ olun. Sağ olun mənim. Gülyaz və Röya xanımlar. Buradasınız. Bəli. Sual verəcəm də sizə də. Dinləyici deyilsiniz ki? Xeyr. Bütün il boyu siz dinləyici olmuşsunuz. Ona görə soruşuram. Bizə saniyə. Nə vaxt dərs başlayırdı, bir dəfə Röya xanım yazırdı ki, Gülyazla mən dinləyəcəyəm. Sonra Röya xanım yazmırdı, Gülyaz xanım yazırdı ki, Röya ilə mən dinləyəcəyəm. Belə ili fırlatdınız da mənim axır ki. Hazırsınız? Gülyaz xanım. Bəli. Gülyaz, Röya, fərqi yoxdur. Hansızdan gedir? Mənim birinci məndən soruşun. Aha, hətta. Tamam, yaxşı, Röya xanım. Röya xanım, deyin ki, ümumi daxili məhsul nədir? Ümumi daxili məhsul ölkə daxilində həm yerli, həmçinin də xarici ölkələrə məxsus olan məhsullar və göstərilən xidmətlərin dəyəri. Bəs ümumi milli məhsul nədir? Ümumi milli məhsul həm ölkə daxilində, həmin ölkəyə məxsus, həm də ki, ölkə sərhədlərindən kənarda ölkə məxsus olan şirkətlərin istehsal etdiyi məhsullar, həmçinin göstərdiyi xidmətlərin ümumi dəyəri. Ümumi dəyərdir. Yaxşı. Ölkənin iqtisadi potensialı ölkədə nəyə təsir göstərir?
E, İqtisadi potensial. Bəli. Deməli, iqtisadi potensial əhalinin həyat səviyyəsinə, ondan başqa əhaliyə göstərilən xidmətlərin inkişafına, sonra gəlirlərin artmasına, iş yerlərinin çoxalmasına bu kimi. Asıl. Yaxşı. İnsan inkişaf indeksi hansı göstəricilər əsasında hesablanır? Birinci orta ömür müddəti, ondan sonra ümumdaxili məhsulun adam başına düşən həcmi, sonra bir də ki, təhsil səviyyəsi var ki, bu təhsil səviyyəsi də savadlılıq indeksi ilə təhsil alınanların indeksinə əsasında hesablanır. Savadlıq səviyyəsi ilə təhsil alınan payının nisbəti əsasında çıxarılır. Bax, savadlıq indeksində çıxartmışsınız, təhsil alınan pay indeksində çıxartmışsınız, düzdür? İndi buradan təhsil indeksini necə çıxaracaqsınız? Deməli, savadlılıq səviyyəsini biz ikiyə vururuq, sonra onu təhsil alanların payını toplayıb üçə bölürsünüz. Bəs insan inkişaf indeksini necə çıxardırsınız? Bütün bu üç dənə göstəricini toplayırıq, bölürük üçə. Ədədi ortasını tapırsınız, düzdür? Yaxşı, bu göstəricilərdə bax, ümumi daxili məhsulu, orta ömürdür, təhsildir, savadlıq. Maksimum və minimum göstəricilər var. Bunlar hansılardır? Necə? Deməli, məsələn, ömür müddətində maksimum 85 yaşdır, minimum 25 yaş. Ondan sonra daxili məhsula görə maksimum 40.000 ABŞ dolları, minimum isə 100 ABŞ dolları. Sonra savadlıq səviyyəsində həmçinin təhsil alınan səviyyəsində də ki, maksimum 100, minimum 0. Savadlıq səviyyəsi deyəndə nə başa düşür? Bax, savadlıq nə deməkdir? Savadlı, yəni ki, yaşlı əhali arasında həm yazmağı, həmçinin də oxumağı bacaran insanlar sayılır. BMT belə qəbul edib ki, inkişaf etməkdə olan ölkələrdə yaşlı əhali 100% demək olar ki, yazmağı, oxumağı bilmir. Amma bu dəyişə bilər də, çünki getdikcə dünya inkişaf eləyir. Bu amma var da Afrikada, Latin Amerikasında bəzi ölkələr, xalqlar var ki, orada yazmağı, oxumağı bacarmayan xalqlar var, insanlar var ki, onlar yazmağı, oxumağı bacarmırlar. Yəni savadlıq o demək deyil, ali təhsil olsun. Bir dənə əgər yazmağı, oxumağı bacarsa, savadlı insan. Bəli, savadlıq. Müəllim, onu sırf 100%-lə vermək, yəni. O düzgün deyil. Düz deyil, mən də siz deyənlə razıyam, düzgün deyil. Yəni, amma belə qəbul edilib da. O dünyanın bütün hər tərəfini 100% inkişaf etməkdə olan ölkələri savadsız kimi göstərmək, yəni biraz düzgün yanaşma deyil. Yaxşı müəllim. Getdik, iqtisadi artımın əsas göstəriciləri hansılardır? Deməli, ümumdaxili məhsulun, ümummilli məhsulun artımı, bundan sonra onların adam başına düşən həcminin artması, həmçinin də adam başına düşən məhsul istehsalının artımı. Məhsul istehsalının artım göstəricisi, artım sürəti. Yaxşı. Ölkələrin inkişaf səviyyəsinə görə bölgüsü zamanı nəzərə alınan əsas amillər hansılardır? Deməli, burada neydi? Bir ümumdaxili məhsulun ümumi həcmi, ondan sonra onun adam başına düşən miqdarı, daha sonra əhalinin həyat səviyyəsi idi, həyat keyfiyyəti həmçinin. İqtisadi səmərəlilik hasılı. Bu göstəricilərə görə də ölkələr bölünür, inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr. Siz mənə inkişaf etmiş ölkələri qruplaşdırın. Deməli, burada birinci böyük yetkilik var. Ölkələr Yaponiya, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, bir də ki, ABŞ, Kanada. Ondan sonra bu Qərbi Avropanın bir neçə digər inkişaf etmiş ölkələri də vardı. Hansılardır onlar? İsveç, Norveç, Danimarka, Finlandiya, Niderland, Avstriya, Belçika. İslandiya. Bunlar həmçinin. Sonra? Ondan sonra köçürmə kapitalizm ölkələri vardı ki, bura Yeni Zelandiya, Avstraliya İttifaqı, CAR, İsrail aiddir. Bu köçürmə kapitalizmə həmçinin ABŞ-la Kanada da aiddir. Daha sonra Qərbi Avropada olan orta inkişaf səviyyəsində olan ölkələr də daxildir.
Portuqaliya, İspaniya, Yunanistan, İzlandiya. Bir də ki, qrupa yeni daxil olan ölkələr. Bura aiddir Singapur, Kipr, bir də ki, Cənubi Koreya. Cənubi Koreya. Cənubi Koreya bunlar. Bəs mikro dövlətlər var. Onlar necə? Burada deməli San Marino, Monaco, Andorra, Liechtenstein və Malta. Vatikan da var. Vatikan. Bunlar kiçik iqtisadiyyata malik olsalar da, amma yenə də inkişaf etmiş ölkələr siyasətindədirlər. Onlar xüsusi ayrıca qrup təşkil edirlər. Yaxşı. Köçürmə kapitalist ölkələr dediksə, onlara niyə köçürmə kapitalist ölkələr deyilir? Yəni Böyük Britaniyadan gələn əhalinin hesabına. Kapitalın hesabına inkişaf edir. Yaxşı, inkişaf etmiş ölkələrin təsərrüfat modelində, yəni ümumi daxili məhsul strukturunda hansı sahələr öndə gedir? İnkişaf etmiş ölkələrdə əsas xidmət sahəsidir, bir də ki, emal-edici sənaye. Bəs Kənd təsərrüfatındakı intensiv heyvandarlıq. hansı? Bəs inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının strukturunda? İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında bitkiçilikdir, bir də ki, hasilat sənayesi. Bitkiçilik və hasilat sənayesidir. Yaxşı. Deyin görün mənə, inkişaf etmiş ölkələr üçün səciyyəvi xüsusiyyətlər hansılardır? Bir deməli ümumdaxili məhsulun hər nəfərə düşən miqdarı 30.000 ABŞ dolları miqdarındadır. Ondan sonra həyat səviyyəsi, sağlamlıq səviyyəsi burada yüksək dərəcədədir. Orta ömür müddəti yüksəkdir. Əhalinin təbii artımı birinci tipə aiddir. Urbanizasiya səviyyəsi yüksəkdir. Ekoloji vəziyyət orta səviyyədədir. Nisbətən sabitdir. Bayaq da dedim ki, emal-edici sənaye və ki, xidmət sahələri əsas Yüksək sahələr. hissədir. Təsərrüfatın ərazi quruluşunun tək mərkəzli yoxsa çox mərkəzli tipidir? Çox mərkəzli. Çox mərkəzli tipidir. Yaxşı, bir dənə də 20-likləri sayın mənə. Deməli, Kanada, ABŞ, Meksika, Braziliya, Argentina, CAR, Avstraliya, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, ondan başqa Türkiyə, Səudiyyə Ərəbistanı, ondan sonra Avropa ölkələri olan deməli, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, deyək Avropa Birliyi ölkələri. Biri qaldı, fırlatdınız demədiniz. Nasıl demədik? İndoneziya. İndoneziya. Hə, İndoneziya. Hamısını dediniz, bir dənə İndoneziyanı fırlatdınız. Hə, bulundu. Yeni sənaye ölkələr üçün səciyyəvi xüsusiyyətləri də deyin. Yeni sənaye ölkələrində yəni əsas emal-edici sənaye inkişaf eləmişdir. Başqa? Onlar investisiyanı öz investisiyaları hesabladır, yoxsa xarici investisiya? Yəni xarici. Bəs texnologiya? Texnologiya. Xarici investisiya, idxal olunan texnologiya, yerli və ucuz Bir də ki, xammal və yerli işçi qüvvəsi. işçi qüvvəsi hesabına son dövrlərdə elm tutulu məhsulların payını artırırlar. Təşəkkür. Çox sağ olun. Siz sağ olun. Gülyaz xanım, Həlimə. necəsiz? Hazırsınız? Sağ olun. Siz necəsiz? Sağ olun. Gördünüz də Öyə xanım dedi ki, birinci mənə qabağa salın, Gülyazdan heç nə eybi yoxdur. Əsas mən qabağa. Mənim səhhətimdə problem var, ona görə istəyirdi tez çıxsın. Hələ, da niyə əvvəlcədən mənə demədiniz, Öyə xanım? Deyərdiniz əvvəlcədən sizə önə salın. Allah şəfa versin. Hazırsınız? Tamam. Mən hazırım. Getdik müəllim. İnkişaf etməkdə olan ölkələr üçün səciyyəvi xüsusiyyətlər deyilməli. Deməli, inkişaf etməkdə olan ölkələrdə urbanizasiya səviyyəsi aşağıdır, yalancı urbanizasiya deməli üstündür. Şərqi Avropa ölkələrində bir də Rusiya istisna olmaqla. Sonra təbii artımın ikinci tipidir. Burada da Şərqi Avropa ölkələrindən sonra Kubada, Uruqvayda, bir də Qazaxıstan istisna olmaqla. Hətta Çində də elə. Ha, təbii artım
Çin də. Necə? Çinin özündə də Hə. birinci tipdir. Hı. Hı -hı. Hə. Sonra heyət səviyyəsi aşağıdır ölkələrin əksəriyyətində. Hı -hı. Sonra kənd təsərrüfatının üstünlük təşkil etdiyi ölkələrdə də bitkiçilik üstünlük təşkil edir. Deməli, əksər ölkələrdə də iqtisadiyyat asılı xarakter daşıyır. Sonra əsas bir sənayedə istehsaldadır ki, əsas sahələr birinci kənd təsərrüfatıdır, sonra hasilatdır, sonra yeyinti və yüngül sənaye üstünlük təşkil edir. Aha. Yaxşı. İnkişaf etməkdə olan ölkələri qruplaşdırın. Deməli, inkişaf etməkdə olan ölkələr burada yeni sənaye ölkələri, sonra zəngin təbii resurslara malik ölkələrdir, sonra orta mövqeyə malikdir, adam başına düşən gəlirə görə kasıb ölkələrdir. Bunlar 4 yerə bölünür. Bölünməm deyim. Aha, deyin təbii ki. Yeni sənaye ölkələrinə aiddir. Deməli, ASEAN və MDB ölkələrinin əksəriyyəti, Şərqi Avropa, Braziliya, Argentina, Çin, deməli, Pakistan, Hindistan, Meksika, Türkiyə və s. aid edilir. Sonra zəngin təbii resurslara malik olan ölkələrdə iri neft hasilatçıları, sonra boksitlə zəngin olan ölkələr, bunlar da ki, Yamayka, məsələn, boksitlə zəngindir, iri neft hasilatçıları da ki, Səudiyyə Ərəbistandır, Küveytdir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətərdir. Bir də Afrika ölkəsi Liviya daxildir. Sonra turizm potensialının da yüksək olduğu ölkələr də var ki, deməli, Barbadosdur, Baham və Fiji deməli, adaları bunlar daxildir. Orta mövqeyədəki Latin Amerika ölkələri, Nigeriya, Qana, Şimali Avropa ölkələri, Monqolistan və Qvineya deməli, daxildir. Adam başına düşən milli gəlirə görə kasıb ölkələrdir ki, dünyanın 50-yə yaxın ölkəsi bu qrupa daxildir ki, bunlar da Malavidir, Somalidir, Əfqanistan, sonra Laosdur, Nepal, Yəmən, Haiti, Əfqanistan dedim, Mali, Çad, Niger bunlar daxildir və 4-cü dünya ölkələri adlanır. Aha. Bu yeni sənaye ölkələrindən hansılardır əsas ölkələr? Deməli, Braziliya, Argentina, Çin, Hindistan, Türkiyə. Var əsas ölkələr kimi götürülür. Yaxşı, BRICS ölkələri hansılardır? BRICS ölkələri Braziliya, Rusiya, Çin, Hindistan, bir də CAR. Bir də CAR. Bunlar dünyanın güc mərkəzləri 15-16-cı əsrdə hara idi? Deməli, Hindistan, bir də Çin əsas götürülürdü 15-16-cı əsrlərdə. Səbəb nə idi? Səbəb əsas dedim, Xammal. təbii sərvətlərlə bol olduğuna görə o ölkələrdə ona görə güc mərkəzi kimi hesab olunurdu. 18-19-cu əsrlərdə Böyük coğrafi keşlərdən sonra isə deməli Avropa ölkələrində bir tək mərkəzli iqtisadi mərkəz yarandı. Ona görə Avropa daha güc mərkəzini öz əlinə aldı. Ondan sonra ki 1976-75-ci ildəki elə bir Fransanın təşəbbüsü ilə böyük yetkilik yarandı. Aha. Belə. Böyük yetkiliyi də sayın mən. Bəli, sayın. Deməli, ABŞ-dır, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, bir də Yaponiya. Bax, ABŞ-ın gücü... Yaponiya, bir də Kanada, yetkiliyə. Bax, ABŞ-ın güc mərkəzi olmasının səbəbi nə idi? ABŞ-ın güc mərkəzi elmi-texniki inqilab idi. İqtisadiyyatlarını köklü surətdə dəyişməsi. Neynədir? Necə mənim neynədir? Nə qurdu? İqtisadiyyatına nəyə üstünlük verdi? Xüsusi mülkiyyətə. Elm tutumlu sahələrin payını neynədir? Artırdı, düzdür? Və marketinq siyasəti qurdu. Avropada neynədir? Bəli, alimlər cəlb elədi öz ölkəsinə. Öz ölkəsinə alimləri cəlb elədi. Məqsəd də burada nə idi? Elm tutumlu sahələrin yüksək inkişaf etdirmək idi, düzdür? Bəli. Və beləliklə güc mərkəzi oldu. Böyük 20-liklərdə sayın zəhmət olmasa.
Deməli, böyük yeddiliyə daxil olan bu saydığım deməli Almaniya, ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya, Kanada, Çin, Hindistan, Braziliya, Meksika, CAR, Avstraliya, Argentina, Türkiyə, İndoneziya, Səudiyyə Ərəbistan, Cənubi Koreya, Avropa Birliyi və Rusiya. Avropanın hansı dövlətləridir ki, onlar ayrıca üzv olaraq iştirak edir? Deməli, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya. 4 As- dənə. Asya. Bu dövlətlər deməli 20-likdə necə iştirak edirlər? Ayrıca Ayrıca. Amma digər İştirak Avropa ölkələri, deməli, digər Avropa ölkələri birləşərək hansı adı altında birləşir? böyük 20. Böyük 20-liklər adı altında birləşir. Bəli. Yaxşı, bir dənə də ümumi daxili məhsuldan ümumi milli məhsul da deyin. Deməli, ümumi milli məhsul il ərzində ölkənin daxilində və xaricində ölkəyə məxsus olan müəssisələr tərəfindən yaradılan məhsul və deməli xidmətlərin ümumi dəyəri. Aha. Bu ümumi milli məhsuldur. Ümumi daxili məhsul isə deməli həm ölkə daxilində həm yerli, həm də xarici şirkətlər tərəfindən yaradılan məhsul və göstərilən xidmətlərin ümumi dəyəri. Siz mənə həyat keyfiyyətinə aid olan amilləri sayın, yekunlaşdıraq. 4 dənə amildir. Ekoloji, iqtisadi, mədəni və sosial amillər. Ekoloji amillər deməli ətraf mühit vəziyyəti, rekreasiya deməli imkanlarıdır. İqtisadi amillər deməli işsizlikdir, sonra məzuniyyətdir, sonra iş saatlarının uzunluğu və sair bunlar daxildir. Mədəni amillər isə deməli nəşrlərin həcmidir adam başına. Sonra iş şəraitidir, bir də ali təhsil səviyyəsidir. Sosial amillər isə girmədim. Bəli, buyurun. Deyin. Sosial amillər? Deməli, sosial amillər isə deməli vətəndaşların təhlükəsizliyidir, insan hüquqlarının qorunması və sair bunlardır. Tamam, təşəkkürlər. Çox sağ olun. Siz